Herkes salam əziz izləyicilərim. Bugün sizlərə Happy Campus 4-cü sinifdən səhifə 14 və 15-i həm ingiliscə oxuyacağıq, həm də Azərbaycanca tərcüməsini göstərəcəm. Gəlin videomuz başlayalım. Dostlar, çalışaraq 100 abunə olaq. Say family picnic. Ailə pikniği. Anna. Hi Daisy. Today is my family picnic. Salam Daisy. Bugün mənim ailə pikniyimdir. Mom. Hello girl. Salam qızlar. Say food is ready. Yeməklər hazırdır Anna. This is my mom. Bu mənim anamdır. Her name is Ann. Burada her sözü qadın cinsindədir. Buradakı əslində she deyirik də biz qız cinsinə. Bu her şəxs əvəzliyinin obyekt halındadır. Davam edək. Her name is Ann. Onun adı Andır. And this is my sister. Və bu mənim bacımdır. Adı da Anabeldir belə. Bu mənim bacım Anabeldir. Daisy. Wow. They look just like you. Wow. Onlar sənə necə də bənzəyirlər. Anna. That is my aunt. Anne. Aunt. My grandpa. Mənim xalam Anne və mənim nənəm Anitadır. She likes dances. O rəqs etməyə xoşlar. Daisy. Who old is she? Onun neçə yaşı var? Anna. She is 88. Onun 88 yaşı var. Dostlar, burada məsələn tak götürək 5 rəqəmini 5. Biz onu 50 etmək istəyirsə, onun dalına sadəcə T-y şəkilçiləri, bu T ilə Y şəkilçisini artıranda o artıq olur 50. Burada da 88 yaşı var. Dad, lunch is ready. Yemək qəlyanaltı hazırdır. Yemək deyə bilərsən, amma ən çox qəlyanaltı deyil. Daisy, who is? O kimdir? Anna, he's my dad. O mənim atamdır. His name is James. J-da ingiliscədə Z kimi oxunur. Onun adı Jamesdir. That is my uncle Jimmy and my grandpa Jim. Mənim əmim Jimmy və babam Jimdir. Dostlar, bu arada babadır, nənədir, həm iki məndə nənəyə həm belə deyə bilərik. Grandma, həm də grandmazə. Babaya da həm grandpa, həm də grandfather deyə bilərik. Daisy, who are they? Onlar kimdirlər? Anna, they're cousins. Onlar mənim 3 əmim uşaqlardır. They're Patrick and Patrick. Onlar Rick və Patrickdir. They are 40 and 15 years old. Onların 13, 14 və 15 yaşları var. Come on, let's eat. Gəl, gedək yemək yeyək. Daisy, what your name is? Your Anna and there is Ann, Annabelle, Anya and Anita. Then there's James, Jimmy and Jim. And your cousins are Patrick və Patrick. Yəni Anna, that is Riget. Dostlar, görürsünüz, burada adam adları vardı. James, Jimmy and Jim. Biz bunları James deyil, Jimmy deyil, and Jim deyil. Yəni belə oxusaq səhv olur. Biz onu C etməliyik. James, Jimmy and Jim. Dostlar, bugünlük videom bu qədərdir. Zəhmət olmasa kanala abunə olub bu videoma da like atsaz çox sevinərəm. Hələlik.